İstanbulda 11 nəfərə qarşı dələduzluq iddiası ilə məhkəməyə şikayət edilib. Şübhəlilər arasında Azərbaycan əsilli Cavid başlıca ad kimi göstərilir. İttihama görə dələduzluq nəticəsində zərərin miqdarı 250 milyon liraya çatıb. Pancomi TV Halk TV istinadən xəbər verir ki, məlumatlara əsasən Cavid Zorlu Centerdəki mənzilini bir günün içində boşaldaraq Dubaya qaçıb. Onun İstanbulda fəaliyyət göstərən bir hakimin istifadəsinə verilmiş işıq siqnalı quraşdırılmış xidməti avtomobildən də istifadə etdiyi müəyyən edilib. İstanbul Baş Prokurorluğuna iş adamları S və B adından edilən müraciətdə ümumilikdə 9 bu Azərbaycanlı olmaqla Cavid İbrahimov, qardaşı Rəşad İbrahimov, Rəşad Məmmədov, Azər Həsənov, Elmar İbadov, Əli Sadiqov, Nəsimi Əvəzov, Rəşad Heydərov, Elçin Hüseynov 11 nəfərin adı keçir. Onların arasında böyük holding sahibinə mühafizəçilik edən Yahya və təqaüddə olan xüsusi təyinatlı Çavuş Aşır S də var.